Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün mən sizin üçün mövsümü olan aş paxlasından şüyüdlü paxlalı aş dəmləyirəm. Əvvəlcədən toyuqları yuyub, təmizləyib qazana yığırıq. Üzərinə bir baş soğan, qara tum istiot, duz, sarıkök və su əlavə edib yarım saatlıq bişməyə qoyuruq. Paxlaların qabıqlarını əvvəlcədən təmizləyib, üzərinə çıxana qədər su əlavə edib, yarım qaşıq da duz əlavə edib 5-10 dəqiqəlik bişməyə qoyuruq. Tamaşa düyüsünü əvvəlcədən 1-2 saatlıq isladırıq. Suyumuz qazanda yavaş-yavaş qaynayır. Ona 1 xörək qaşığı duz əlavə edib, isladılmış düyünü əlavə edib pörtürük. Düyümüz hazırdır. Düyümüzü süzürük və keçirik qazmağı hazırlamağa. Qazmaq üçün əvvəlcədən qaynar qazana yağ əlavə edirik. Qazmaq üçün bizə 2 yumurta, qatıq, duz, 1 dolu xörək qaşığı un, sarıkök, düyü, yağ lazım olacaq. Qazmağı yaxşıca qarışdırıb qazanın dibinə əlavə edirik. Bir qat düyü, bir qat paxla, şüyüd və toyuqları qoyub üzərinə yağ əlavə edib 1 saatlıq dəmə qoyuruq. Şüyüdlü paxlalı plovumuz hazırdır. Nuş olsun. Kanalıma abunə olub yorum yazmağı unutmayın.